Bu faktlar uzun müddət Azərbaycan xalqından gizlədilsə də, sonradan ortaya çıxacaqdı. O zaman bunu açıqlıq deməliyəm. İran topçuları hətta müdaxilə elədilər. Onların müdaxiləsi olmasaydı o 400 min insanın bəlkə biri sağ qalmayacaqdı. Arazın üzərindən humanitar körpü açdılar. Uzun müddətdən sonra Horadizin sepah qüvvələrinin əli ilə azad edilməsi artıq böyük qüvvələri də narahat etməyə başlayırdı. Nəhayət ki, bu narahatçılıq bir yerdə partladı və Heydər Əliyev məmurlara diş qıcamağa başladı. O, İranın saldığı qaçqın düşərgələrindən birinə səfəri zamanı qaçqınların heç bir dövlət məmurlarını tanımadığı halda İranlı xeyriyyəçi və nümayəndələri tanımasını həzm edə bilməyərək sərt tənqid etdi. Ben ayıbınıza gelmir, utanmırsınız. Yoldaş Əliyev. Her şey utanmırsın, ne yoldaş Aliyev? Ben size işitmek istemiyorum. İnsafınız yok, namusunuz yok, gayretiniz yok. Füzuli nice hakim görmemişiz, Cebrail nice hakim görmemişiz. Utanmırsınız, ayıbınıza gelmeyin. Her şey ayıbına gelmirsen, utanmırsan. Ne meseledir bir daha üzülsün. Her şey ne mesele? Ne lazım hapsi olur? Ha ne mesele bunlar, senin yüzün görmürler. Niye bu kişinin adını hamı çekir, senin yüzün görmürler? Seni buraya ne teyin eləmişəm ben? Ayıp olsun sana. Utanmazlar. Əliyev çox maraqlı bir oyun oynayırdı və bəzən iplər öz əlindən